Bəziləri İrana xidmət edənlər, mollalara xidmət edənlər, ayətullahlara, nə bilim, beyət edənlər, bəziləri siyasətçi olanlar və ya nə bilim, müxalif olanlar, müxalifət yönümlü insanlar və s. Bizləri ittiham edirlər ki, biz hakimiyyət məsələsində hakimiyyətə yaltaqlanırıq. Bəziləri ittiham edir ki, güya biz bunu artistlik üçün deyirik, yəni əlimizdə imkan olsa hakimiyyətə qarşı çıxacağıq, nə edəcəyik. Yəni bu kimi belə, yəni hər biriniz yəqin ki, qarşılaşmısınız bu kimi ittihamlarla. Mən bu məsələlərə aydınlıq gətirmək istəyirəm. Əvvəla biz Əhlüsünnə və Cəmaət olaraq bizim ana xəttimiz Allahın kitabı, Peyğəmbərinin sallallahu aleyhi və səlləmin hədisləri və bu iki qaynağı Allah Rəsulunun sahabələrinin başa düşdüyü tərzdə başa düşməkdir. Və biz rəhbərə itaət etmək, hakimə itaət etmək məsələsinə gələndə biz bunu Allahın kitabından və Peyğəmbərimizin sallallahu aleyhi və səlləmin hədislərindən götürmüşük. Allah Rəsulunun sahabələrinin başa düşdüyü təri kimi başa düşmüşük. Allah subhanahu wa ta'ala Quran-Kərimdə buyurur ki: "Ya eyyuhellezine amenu" Ey iman gətirənlər, atiullaha və atiur rasulə və ulil amri minkum. Allah'a itaət edin, Peyğəmbərinə itaət edin və əmr sahiblərinə itaət edin. Əmr sahibləri hər bir zamanda, hər bir məmləkətdə olan rəhbərdir və rəhbərin təyin etdiyi insanlardır ki, yəni onlara itaət etmək şəriətimizlə bizə vacib buyurulmuşdur. Buxari və Müslimdə gələn bir rivayəti xatırladıram. Abdullah ibn Ömər radiyallahu anhuma buyurur ki, Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurmuşdur ki, müsəlman bir kişinin üzərinə vacib olan eşidib itaət etməkdir. Yəni rəhbərə eşidib itaət etməkdir. Sevdiyi və sevmədiyi məsələlərdə ola bilər sən xoşun gələr itaət edərsən, o xoşun gəlməyən məsələ olar, yenə də itaət etməlisən. Deməli, itaət etməlisən. Yalnız nə vaxt itaət etmirsən, sənə günahını əmr etdikdə o zaman itaət etmirsən. Buxari və Müslim rivayət etmişdir. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Və sallallahu ala Muhammedin və alihi tahirin. Və la'nu daim ala a'daihim əcma'in. Deməli, vəhabilərdən biri, hansı ki biz bu şəxsi digər vəhabilər kimi səhabə ədaləti mövzusunda canlı debata dəvət elədik YouTube üzərindən və hələ ki ondan səs-səmir yoxdur və başqa bir söhbətinin birində çıxış eləyir, deyir ki, biz əmir sahibinə tabe oluruq deyərkən bəziləri bizi yaltaqlıqda ittiham edirlər və başlayır saymağa ki, İrana xidmət eləyən, nə bilim, ayətullahları beyət eləyənlər başlayırlar bizi yaltaqlıqda ittiham edirlər və sonra deyir ki, bu bizim əqidəmizdir, biz başçıya itaat eləməyi Quran və hədisdən götürmüşük və Quran və hədisi başa düşən sahabənin fəhmi ilə, yəni bu Quran, hədis və sahabənin fəhmi bizim ana xəttimizdir. Biz dini bu cür götürürük və Quran-ı Kərimdən də ayə gətirir ki, Allaha, Rəsuluna və ulul əmr, yəni əmr sahiblərinə itaat edin. Hədis də gətirir ki, Abdullah ibn Ömər bu mövzuda bir hədis deyib. Biz bu şəxsi bir daha digər vəhabilərə, təkcə bu şəxsi yox, yəni səhabə ədalətini müdafiə edən şəxslərdən kim olur olsun, bir daha canlı YouTube üzərindən dəvət edirik. Demirsiniz ki, biz səhabənin fəhmi bizə hüccətdir, biz sələfik, onlar bizim sələflərimizdir, onlar necə başa düşür, biz o cür başa düşürük. Buyur gəl, elə həmin mövzunun özü ki, səhabənin yoluna getmək bizə əmr olunub yoxsa yox, onun fəhmi bizə hüccətdir yoxsa yox, onun hər düşündüyü düzdür yoxsa yox, Allah onların hamısına razıdır, onlar Allahdan razıdır yoxsa yox, hamısı ədalətlidir yoxsa yox, gələk bu mövzunu bəhs edək. Yox, əgər bu mövzuda qaçırsansa, qorxursunuzsa, hünəriniz yoxdursa, etiraf edin ki, şiə haqlıdır bu mövzuda, keçək xəbəriyyə sifətlərindən danışaq, tohiddən danışaq, onlardan da etiraf etsəniz ki, bəli, istəmirik bu mövzuda zəifik, gəl elə bax, açılığın bu bəhsi Peyğəmbərdən sallallahu aleyhi və səlləm sonra imamın kim olması, xəlifə, imamət mövzusu, əmir sahibi, adına hər nə qoyursan qoy, bu mövzunu bəhs edək. Ki, bu mövzuda da necə batıl yolda olduğunuzu sizə göstərək. Demirsiniz ki, səhabənin fəhmi, səhabə necə başa düşüb o cür, gəl görək səhabə necə başa düşüb. Gəl görək səhabə, gəl canlı debata, görək səhabə ulul əmr ayəsini sənin kimi başa düşüb yoxsa yox. Bunu bu barədə danışaq. İndi bu şəxs gəlsə də, gəlməsə də, öz kanalına cavab versə də, verməsə də, mən inşallah həmin bəhsi ki eləyib, onun o bəhsinə cavab verəcəyəm, inşallah Teala. Burada bir məsələni qeyd eləmək istəyirəm. Deməli, bu şəxs deyir ki, ayətullahlara beyət eləyən, yəni güya biz şiələr, yəni təbii ki, şiələr nəzərdə tutulur, ayətullah sözü bizi şiələrdə alimlərə verilən bir rütbədir. Güya biz İranda oturan ayətullahlara beyət eləmişik, onları özümüzə rəhbər bilirik. Bu güya, bu və vəhabilər güya Azərbaycandakı dövləti, dövlət başçısını güya özlərinə rəhbər bilirlər. Əvvəla niyə özünüzü gizlədib təqiq edirsiniz? Sənin əqidən hara? Azərbaycandakı siyasətçilərin, dövlətin başında oturanların əqidəsi hara?
Siz bizi müşrik hesab etdiyiniz kimi, bidət əhli hesab etdiyiniz kimi, başçısını da o cür hesab etməlisiniz. Ya başçı sizin əqidədə deyil ki. Yəni sən fikirləşirsən ki, başçı sənin kimi əl bağlı namaz qılır, Əbu Bəkir birinci xəlifə bilir, ziyarətə getmir, ziyarətgahlara getmir. Yəni siz niyə belə deyək ki, ya özünüzü alladırırsınız, ya cəmaatı alladırırsınız. Elə bilirsiniz ki, insanlar sizə inanırlar. İkinci məsələ, müctəhidi Ayətullaha beyətə gəlincə, sən məgər alimləri beyət eləməmsən? Sən özün cahil insansan, yəqin ki, bilmirsən ki, həmin oxuduğun ayə, o ayənin özündə Allah Əzzə və Cəllə ki, buyurur əmir sahibləri, sizin baş müftiniz, o Saudiyədə gedib oxuyursunuz, onun baş müftisi, həmin Saudiyə, bütün dünya vəhabilərin baş müftisi özü etiraf edir ki, həmin ayədə əmir sahiblərindən məqsəd racih rəy, yəni ən üstün rəy budur ki, həm əmir sahibləridir, yəni rəhbərlərdir, siyasi başçılardır, həm də alimlərdir. Bu da nə deməkdir? Bu da o deməkdir ki, sən əmir sahibinə, prezidentə, rayonlarda, şəhərlərdə qoyduğu icra başçılarına tabisənsə, çünki şəhərlərdəki bizim dildə icra başçıları da o vaxt valilər idi də. Əgər tabisənsə, alimlərə də tabi olmalısan. Sən Azərbaycanda hansı alimə tabisən? Məsələn, Azərbaycan prezidenti şiədirsə, siyasi rəhbər isə dini rəhbər də şiədir. Qafqaz müsəlmanlarının idarəsi Şeyxülislam. O da hətta prezidentin belə dini lideri sayılır. Sən həmin alimlərə, onun təyin etdiyi qazilərə tabisənmi? Halbuki Bin Baz deyir ki, bəli, bu ayədən məqsəd əmir sahibləri təkcə siyasi rəhbərlər deyil, həm də alimlərdir. Sənsə alim elm məsələsində hara tabisən? Saudiyəyə. Saudiyənin şeyxlərinə beyət eləmisən. Yəni sən ki Azərbaycandakı qazilərə, Qafqaz müsəlmanlarının mollalarına, ruhanilərinə, alimlərinə tabi olmusan. Sən də getmisən Saudiyənin alimlərinə tabi olmusan. Onlar deyəndə rəhbərə tabi olursunuz, deyəndə olmursunuz. Babdan baba salıb istənilən şəxsi kafir çıxarsalar, siz də onların yolu ilə gedəcəksiniz. Binbaz.org saytına müraciət edirik. Vəhabilərin baş müftisi Bin Bazın saytıdır. Burada ulul əmr minkum ayəsini oxuyur. Deyir, yəni əhləd-dini, deyir, yəni əhləl-fiqhi və-din. Deyir ki, fiqh əhlini və din əhlini qəsd edir. Yəni ulul əmr yəni bunlardır. Sonra Mücahiddən, Ətadan, Həsən Əl-Basridən, Əbul-Aliyədən gətirib bu ayəni oxuyandan sonra deyir ki, ya'nil uləməə. Deyir, uləmaları qəsd edir, yəni alimlərdir. Vəl-zâhiru vallahu a'lamu ennəhə ammətun fi kulli ulul əmri minəl umərai vəl-uləməi kəmə təqəddəm. Sonra deyir ki, zahir olan budur, Allah daha yaxşı bilir ki, əmr sahiblərindən məqsəd, bu ayədən məqsəd nədir? Ümumidir, bütün əmir sahibləri, başçılar, uməra və uləmadan söhbətlərinizdə ki, bəhsi keçdi. Şeyx Bin Baz da deyir ki, وَهَذَا الرَّاجِحُ. Bu üstün rəydir. Ulul əmrdən məqsəd nədir? Uləmadır və umaradır, əmir sahibləridir. Yəni hər ikisi nəzərdə tutulur. Sən indi Azərbaycanda hansı alimlərə tabi olmusan ki? Ondan sonra deyir ki, əmir sahibi hər ölkədə olan, hər zamanda olan rəhbərdir. Bu yalanı niyə danışırsan? Bax, gəl canlıya, həmin ayənin təfsirini, əhl-i-sünnə təfsirlərində müraciət eləyək, görək orada söhbət kimdən gedir. Nə baş verib ki, o ayə enib? Peyğəmbər hansı əmir sahibini yollayıb? Nə hadisə baş verib ki, o sözü deyib? Sən niyə yalandan deyirsən ki, hər ölkədə, hər zamanda olan əmir sahibidir, başçıdır? Gəl canlıya, əvvəl bu mövzunu bəhs eləyək ki, ümumiyyətlə əmir necə seçilir? Əmir sahibinin meyarı nədir? Sənin əqidəvə görə, Vəhabi sünnə əqidəsinə görə kimə əmir sahibi deyirlər? Əmir sahibi necə oldu, əmir sahibi oldu? Nə baş verdi, əmir sahibi oldu? Gəl bundan danışaq əvvəlcə, sonra əmir sahibinə itaat olar olmaz, bundan danışarıq. Və sonra İmam Hüseyin əleyhissalam və sair məsələlərini toxunur ki, inşallah gəlsə və yaxud gəlməsə, öz kanalına cavab versə, verməsə də hətta biz inşallah həmin bəhsi davam etdirəcəyik və digər danışdığı yalanlara və cəhalətə də inşallah Teala cavab verəcəyik. Bəhsə gəlsə, hünər eləsə, sahabə ədaləti mövzusundan başlayaq. Öz kanalında həmin canlı bəhsi qoy, biz də öz kanalımıza canlı bəhsi qoyaq, buraxaq ümmətin öhdəsinə özləri qərar verərlər. Hələlik son olaraq da onu da deyim ki, hədis gətirdiyi Abdullah ibn Ömərin özü belə zamanəsinin əmir sahibi olan İmam Əli əleyhissalam beyət etməmişdi. Amma ondan hədis gətirir ki, deyir, beyət etmək lazımdır, itaat etmək lazımdır. Amma özü isə beyət və itaat etməmişdi. Velhamdülillahi Rabbil alemin ve sallallahu ala Muhammedin ve alihi tahirin.